Ekranımızı paylaşaq. Görək. Aha. İş dəftərindən bölməmiz 4-cü bölmə, səhv eləmirəmsə ikinci hissədən artıq 4-cü bölmədir. Heyvanların bədən örtükləri və bədən quruluşu. Elə idi, bu bölmədə də yəqin ki. Mən Tamam. Tamam onda. Başlayaq. Deməli, fərqiyyə ilə başlayarıq birinci. Deməli, bizdən nə istəyir? Onurğalı heyvanların xarici bədən örtükləri mövzumuz canlı orqanizmlərin xüsusiyyətlərini və e, onların verilmiş izahına görə müəyyən et. Tamam. Görək. Şimdi bilmiyorum. Aha, yəni boşluqlara nələr yazılmalıdır? Biz onları tapacağıq. Bir balaca da Birinci A 1'e gelir balacalarımız belə deyim görünsün. burada. Hə, fərqiyyə başla. A məməlilər 2'ye ite gider. Deməli, bircə dəqiqə. Okey. Aha. A məməlilər hara gedər? 2'ye. Burada aşağıda boşluqlar var. Bax, xüsusiyyətlər verilib. Dərisi purluqlarla örtülmüşdür. Bəli, xeyr, uça bilirlər. Bəli, uça bilmirlər. Ona uyğun həmin o 5 dənə bəndi biz yerləşdirməliyik. Yaxşı. Hə, elə də uyğunlaşdıraq. Yəni birinci. Deməli, e, A neçə nömrəliyə gedir? A 2 nömrəli. A 2 nömrəliyə gedir. Belə birləşdirək hələlik. Ondan sonra nömrələri gətirib aşağıda qeyd edərik. Sonra B B 5 nömrəyə gedir. B B 3 5. nömrəliyə gedir. Sonra C C 3 nömrəli. 3 nömrəli. Tamam. D. D 4 nömrəli. Aha. Y 1 nömrəli. Yaxşı. Tamam. Burası doğru. İndi nömrələri aşağıda qeyd edərik. Dərisi pulcuqlarla örtülmüşdür. Xeyr tərəfdən başlayaq. Yəni dərisi pulcuqlarla örtülməyən birinci denən hansı nömrələrdir? Örtülmeyen Bəli, bəli, örtülməyən, xeyr olanlar. 1 2 4. 1, 2, 4. Tamam. Burada var uça bilirlər. Yəni bunlardan hansıları uça bilir? 1. 1 uça bilir. Deməli, birinci boşluğumuza 1 yazarıq, yəni quşlar. Qaldı ki, uça bilirlər sözünə xeyr olan, yəni uça bilməyənlər. Digər ikisi, hansı ki 2 ilə 4-dür, dərisi tüklə örtülmüşdür. Bəli, bir də xeyr. Bəliyə hansı gedər? Yəni 2 ilə 4-dən hansında dərisi tüklə örtülmüşdür? 2'de. Fərqiyyə? Bəli. Hə, sən də tapşırıq. 2 ilə 4-ün hansında dəri tüklə örtülmüşdür? 2'de. 2-də. Deməli 2-ni yazdıq bu tərəfə, 4-ü də yazdıq xeyr tərəfə. Xeyri. Və keçdik o tərəfə. Dərisi pulcuqlarla örtülüdür. Hansılarda dəri pulcuqlarla örtülüdür? Dəri pulcuqlarla 5 bir də 3'də. 5-də və 3-də. Və indi onları da bölməliyik. Quruda çoxalırlar, bəli, xeyr. Yəni ya biri quruda çoxalandır, biri də suda çoxalandır. İndi bəliyə, yəni quruda çoxalana neçə nömrəlini yazmalıyıq? 5 nömrəli. 5 nömrəlini yazmalıyıq. Həsən. Və quruda çoxalmayan 3 nömrəlidir, yəni balıqdır. Balıqlar bildiyimiz kimi suda çoxalır. Tamam, keçirik növbəti tapşırığımıza. Növbəti tapşırığımız olsun Zeynəb üçün. Aha, tamam, biraz bunu böyüdüm. Aha, buyur. Onurğalı heyvanın dərisinin mikroskopik şəklini diqqətlə nəzərdən keçir. Şəkildə onurğalıların hansı qrupuna aid heyvanın dərisi göstərilmişdir? Fikrini əsaslandır. Məməli göstərilmişdir, çünki onlarda tük inkişaf etmişdir, dərisi tüklə əhatə olunmuşdur. Onlarda pi vəzisi, tər vəzisi, süd vəzisi kimi bəzi vəzilər də vardır. Ona görə məməli olar. Bəli, məməlilərdə dərilər
Dəri vəzirlərlə zəngindir. Həmçinin də tük örtüyü yalnız məməlilərdə olduğuna görə biz qərar verə bilərik ki, şəkil məməlilərin dərisinə aid olan şəkildir. Davam edirik. Üçüncünü Aylin deyəcək. Buyur Aylin. Onurğalıların eyni qrupuna aid olmayan heyvanın adını seçimini izah edin. Aha. Yəni belə O deyək də, bunlardan 4 dənəsi eyni qrupa aiddir, bir dənəsi fərqli qrupa aiddir. Sən o bir dənəni tapmalısan və nə üçün olduğunu da izah etməlisən. hmm, Səncə? kobra olar. Yox. Həmin isimlər. Tələsmə, Diyebilirim. Aylin bir də fikrini desin. Yenə səhv olsa başqasından soruşaram. Onda qurbağa olar. Nə üçün? Çünki qurbağa amfibiyalara aiddir. Digərləri nəyə aiddir bəs? Digərləri isə suda, quruda yaşayan heyvanlara aiddir. Amfibilər ilə suda quruda yaşayanların digər adıdır. Nəyə aiddir? Digərliyim. Digərləri? Rəcəb? Mən deyə bilərəm. Diyebilirim. Digərləri, yəni qurbağadan başqa digərləri hansı heyvanlara aiddirlər? Mən deyə bilərəm. Onurğalı heyvanlara. Bir də qurbağa da Yəni deyim. olmalıdır. Yasmin? Deyə bilərəm. Sürünənlərə. Demeyelim. Sürünənlərə aiddirlər, bəli. Burada həm timsah, həm kərtənkələ, həm tısbağa, həm kobra sürünənlər sinfinə aid olan heyvanlardır. Amma qurbağa isə amfibilər, yəni suda quruda yaşayanlar sinfinə aid edilir. Ona görə doğru cavabımız qurbağadır və əsaslandırması da, yəni qurbağanın amfibilər sinfinə aid olması, digərlərinin isə sürünənlər sinfinə aid olmasıdır. Yaxşı, davam edirik. Növbəti tapşırığımızı deməli, Rəcəb deyəcək, 4-cü tapşırıq, uyğunluğu müəyyən et. Bəndlərlə oxuyub, onun hansı heyvanlara aid olduğunu qeyd edərsən, mən də birləşdirərəm. Balıqlar Yox, burada bəndlərlə. müəllim, sabit yüksək bədən temperaturuna malikdir. Mənim dəqiqə sürünənlər, Xeyr, sürünənlərdə sabit balıqlar. bədən temperaturu var. Demin. Yox. Mən deyə bilərəm. Biz geçmişdik axı, Demeli. istiqanlı və soyuqqanlılar. Hansı heyvanlar istiqanlıdır, hansı heyvanlar soyuqqanlıdır? Quşlar istiqamət. Demeli. Tələsmə, qoyuram. Demeli. Bəli? Amfibilər. Yox. Yox. O sualı verdim. Demeli. Yasminə verdim bu sualı. Mən sabit yüksək bədən temperaturuna malikdir quşlar. Quşlar. Tamam, davamını de, Rəcəbə başqa sual verəcəm. Bədən buynuz maddədən ibarət pulcuqlarla ölçülür. Sürünənlər. Bəli. Qəlsəmələrlə tənəffüs edir balıqlar. Qəlsəmələrlə tənəffüs edir balıqlar, düzdür. Quruda yaşaya bilirlər, amma kür tökürlər, amfiblər. Bəli. Bədənləri lələklərlə ölçülür quşlar. Bədənlərin lənəklərlə örtülür, quşlar, düzdür. Yalnız suda yaşayırlar balıqlar. Düzdür. Bədəni selikli pulcuqlarla ölçülür amfiblər. Amfibilərdə pulcuqla örtülü deyil. Mən balıqlar. Balıqlar, bəli. Sonra? Ağciyər və dəri vasitəsilə tənəffüs edilir sürünənlər. Xeyr, sürünənlərdə dəri tənəffüs yoxdur. Amfiblər. Amfibilər. Amfiblər. Tamam, bunu özünüz üçün qeyd edib yadınızı saxlayarsınız. Davam edirik. Yenə Rəcəblə Rəcəbin sualını dəyişdirdik. Şəkildəki heyvanları adlandır. Əvvəlcə birinci bunları adlandıraq. Deməli, 1-dən 7-yə qədər var. Mən bunu biraz onacaladım ki, görə bilək. Deməli. Aha. Deyirəm. Bir balıqdır. Bir İki balıq.
Tamam. 2 Beş. timsah, 3 ilan, 4 tısbağa, 5 qartal, 6 Biraz siçan, yavaşlanan qoy mən çatdırım da. Hə, 2-yə timsah idi, mən 3-ə timsah yazdım. Deməli 2 timsah, 3. 3 nə idi? mən 3 ilan. İlan. 4 Müəllim tısbağa, tısbağa. Müəllim. 5 5 qartal. Və Aylin yazıb ki, qrupa məni qəbul edin də. hə, 3. Qoy istəyəsin qəbul edər. Hə, deməli 5 nə idi? 5 qartal, Qartal. Yəni quş da deyə bilərik, qartal. mən 6 siçan, Siçan deyil o. Koaladır. mən koala yox, mən Yediyə bax. 6. Hə, 6. Hə, tamam, mən 7-yə baxıram. 6 siçan. 7 Mən 7 koala. Tamam. İndi bunlara nə deyir? Deyir ki, hansı ümumi xüsusiyyətə görə onlar bir qrupa aid edilir? Yəni, hamısına aid olan hansı xüsusiyyəti deyə bilərsən? Mən bir dəqiqə. Demin. Mən deyə bilərəm. Tələsmə. Deməlim. Sevdə buradadır. Demin. Arada sən səsini çıxart da, yaddan çıxardırır axı səni. Demək. Hə. Sevda, denə. Bəndən soruşaq, mən onlardan hiç soruşmamış. Bilmədim. Zeynəb. Mən deyim. Zeynəb. Hamısının ortaq xüsusiyyəti onurğalı olmasıdır. Bəli, onurğalılar. Hə, İlan nəzər. onurğalı deyil axı. Bəli, Mən beydim. İlan onurğalı deyil axı. onurğalıdır. Kim deyir onurğalı deyil? Mən beydim mi? Onurğalıdır. Sadəcə onlarda onurğa fəqərələri çox olduğu üçün, yəni fəqərələr də yarım hərəkətli birləşmə əmələ gətirirlər və o cəhətdən, yəni bədən öz forması dəyişə bilir. Hə, ikinci B bəndirəcək. Mən deyir hansı əlamətə görə onları qruplaşdırmaq olar? Məsələn, burada 2-yi, 3-ü, 4-ü götürməm, onlar sürünənlər ola bilər. Aha. 2, 3, 4 sürünən. Başqa, bəs digərlərini? Bir dəqiqə. Mən 5 ilə 7, mən tüklü olması. 5 ilə 7 tüklü, quşlarda tük yoxdur axı. 6, 7. Quşlarda belə 6, 7, bəli, məməlilər sinfinə aid olması. Belə deyə bilərik də biz. Məməlilər sinfinə aid olması. Sonra, Mən balığın yox. məsələn, balıqlar və Balıq, quşlar. mən 1, 2, Elə də 4. məsələn biz onları qruplaşdıra Mən- bilərik. Quruda yaşayanlar, suda yaşayanlar. Hə, mən 2, 4, mən quruda və suda yaşayanlar. Mən bir də ki 1, 2, 4 suda yaşayanlar. Ola bilər? 1, 2, 4 suda yaşaya bilirlər. Məsələn, digərləri quruda. Və yaxud məsələn 5 uça bilənlər, o şəkildə quruda yaşayanlar, suda yaşayanlar və uça bilənlər. Yəni bu şəkildə də biz onları Uça bilən tək 2, taxıl. 4, 3 olur. Bəli, Uça bilən tək taxıl. Təkcə qartaldır. ola bilər, Nə problem iki, deyil. dörd, Öyle üç demək olar. ki, bir neçəsini biz birləşdirək. Tamam. Hə, yəni müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırmaq olar. Həm dedik ki, aid olduğu sinfə görə qruplaşdırmaq olar. 1 məsələn balıqlara aiddir. 2, 3, 4 sürünənlərə aiddir. 5 quşlara aiddir.
6-7 məməlilərə aiddir. Yəni aid olduğu sinfə görə qruplaşdıra bilirik. Yaşadığı mühitə görə qruplaşdıra bilərik. Suda və quruda yaşayanlar qrup olaraq. Başqa bədən örtüyünə görə qruplaşdıra bilərik. Məsələn, orada 1 balıqlar, 2 məsələn timsah, 4 tısbağa, bunlarda bədən həmçinin 3 ilanlı bədən pulcuqlarla örtülüdür. 5-də bədən lələklə örtülüdür, 6 ilə 7-də tüklə örtülüdür. Yəni bədənin pulcuqlarla örtülü olanlar, bədəni tüklərlə örtülü olanlar, bədəni lələklə örtülü olanlar kimi də qruplaşdırmaq. Yəni xarici bədən. Yaxşı. Yəni B bəndində belə deyək, yaşadığı mühitə görə, bədən örtüklərinə görə, aid olduqları siniflərə görə, bəlkə də başqa xüsusiyyətlər də var. Əgər kimsə yenə fərqli fikri varsa, fikrinizi ala bilərik. C bəndində isə qrupları adlandırır, onu da dedik də, yəni suda yaşayanlar, quruda yaşayanlar, aid olduğu siniflər və s. Varmı əlavə fikri olan? Tamam. Yəqin ki, yoxdur və davam edək. Axırıncı suala. Yəni soyuqqanlılar. Soyuqqanlı, istiqanlı olmasına görə qruplaşdıra bilərik. Əhsən. Deməli, burada hansılardır soyuqqanlı, hansılardır istiqanlı Rəcəb? Mən soyuqqanlılar 2, 3. Sadəcə Balıqlar 2-3. Bəli. Alayım. Balıqlar da soyuqqanlıdır. 1, Demirəm. 1, 2, 3. Bir də 4. 4. 4 soyuqqanlıdır, digərləri isə istiqanlıdır. İstiqamət. Tamam. Əla. Davam edək. Növbəti sualımız kim? Sevdə qalıb soruşmamışam, düzdür? Bəli. Buyur, Sevda. Amfibi Elə, sürünənlərin oxşar və fərqli əlamətlərini qeyd et. Sən deyəcəksən, mən də qeyd eləyəcəm. Yəni hansı oxşar xüsusiyyəti demək istəsən, ortada qeyd eləyərik. Hansını desən ki, qurbağaya aiddir, qurbağa üçün yazarıq. Hansını desən sürünənlərə aiddir, sağ tərəfdə yazarıq. İkisinin də oxşar cəhəti nəm dəri ilə örtülmüşdür. Nəm dəri yox, sürünənlərdə nəm dəri yoxdur. Mənim ikisinin oxşar cəhəti mənim qabıq Demək baş gövdədən ibarətdir. Baş, gövdə və ətrafları var, belə deyə bilərik. Baş, gövdə, düzdür, sürünənlərdə əlavə hissələr də var. Amma baş, gövdə, ətraflar ikisində də var. Və ətrafları var. Aha, Sevda cavab verir, müdaxilə eləməli. Buyur Sevda. Bir də ikisi də suda, quruda yaşayırlar. Yaşaya bilirlər. Xeyr, kərtənkələlər suda yaşamırlar. Yəni, sürünənlərdən ancaq timsahlar suda yaşaya bilirlər, amma ümumi sinif olaraq biz onların suda, quruda yaşadığını deyə bilmərik. İnanlar da suda. Məsələn, bədən örtüyünə görə fərqləndirə bilərsən, tənəffüs orqanına görə fərqləndirə bilərsən. Kərtənkələlərdə daxili skelet var. Var, ikisində də var. Məsələn, hər ikisi onurğalıdırlar, daxili skeletə malikdirlər. Yaza bilərik hər ikisini. Onurğalıdır. Başqa, sadəcə qurbağaya aid olsun. Bir dənə fərqi əlavə elə görək. Qurbağaya Bəli. Nəm dəri. nəm dəridən örtülmüşdür. Bəli, nəm dəri ilə örtülmüşdür. Və soyuqqanlı canlılardır. Hər ikisi soyuqqanlıdır. Soyuqqanlı ortaya yazar. Soyuqqanlı. Bəs dəri məsələsinə sürünənlər üçün nə yazmalıyıq? Ortaq cəhət deyil. Qoy sürünənlərə də bir şey yazaq. Mən deyim benim burada. De Yasmin. Dərsi qurudur. Mənim üzəri qərinləşmiş pulcuqlardır. Aha. Quru və
Qarni pulcuqlarla örtülüdür. Mənim qurbağalara suda yaşayan heyvanlar demək olar. Həm suda yaşayır, həm də quruda. Yaxşı. Başqa, Zeynəb ortaq xüsusiyyət demək istəyirdin. Mən çalışdım, mən kərtənkələ demək istəyirdim, Yasmin dedi. Yaxşı, denən. Qurbağayı deyim. Kərtənkələyə denən. Hə, Yasmin kim? dedi də. Bəli? Qurbağaya deyim. Qurbağaya Yasmin dedi. denən Fərqiyə. Sıçrayışla hərəkət edirlər. Bəli, Əhsən. Sıçrayışla hərəkət edirlər. Kertenkələr, Deməli, Və üzmə faydaları olur, deyə bilərik. kertenkələr sürünərək. Mən deyim. Mən deyirəm. Nə idi o kim nəsə demək istədi deyə bilərik? Kertenkələr sürünərək olar. Kərtənkələ sürünərək hərəkət edir. Daha doğrusu sürünənlər sinfidir, bəli. Mən bir dənə kəsin, bir dənə sürünənlərə aid deyə bilərəm. Denən. Deyə bilərəm. Bəzilərini çanaqla əhatə olunur. Aha. Bəzilərində çanaq var. Mən də deyim. Tələsmə, Sevda. Sən də Mənim deyə bilərəm. Mənim deyə bilərəm. Ve ikisinde de benim parmakların arasında üzme perdesi var. Aha. İkisində də, yəni hamısında yox. Yəni bəzilərində barmaqlar Bir arasında üzmə pərdəsi var. Məsələn, timsahlarda deyə bilərik. Tamam. Bəzilərində üzmə pərdəsi var. Üzmə pərdəsi. Başqa kim əlavə etmək istəyir, Rəcəb? Mən deyə bilərəm. Mən oxşar cavab deyə bilərəm. Tələsmə. Rəcəbin də fikrini eşitmək Mən istəyirəm. Mən dedim, sürünənlər. Başqa. Başqa mən demədim. De Aylin, sən de, Rəcəb fikirlərsin. Mən oxşar cəhətli deyirəm ha. De. Mən ikisini də dərsiz söylə bilən deməlim. Necə? Anlamadım. Dəriləri söylə bilən də qabıq verir yəni. Hə, o soyula bilən deyə bir xüsusiyyət yoxdur ki, o dəri onsuz da köhnəldikcə mənim dəyişilir. deyim, mən iki dənə De. deyim mi? İki. Rəcəb. Mən bir kərtenkələrin quyruğu var. Onu demək olar. Kərtənkələnin quyruğu var deyə bilərik. Amma Mən bir də amfibilərin də bəzi nümayəndələr var, onlarda da quyruq olur. Yəni bir sinif də ki, olaraq Mən deyim. mən bir də ki qurbağa çılpaq dəridir. bəli, nəm Deyim, dəri deyim. yuxarıda yazmışıq, yaxşı, çılpaq Demək dəri də deyim. üstündə yazır. Çılpaq dəri. Kimdir o demək Mən bir dənə istəyir? deyim. Zeynəb. Mən deyim. Mən qurbağalar külü qoyurlar. Bəli, qurbağalar kürü ilə çoxalır. Mən də deyə bilərəm. Mən bir dənə deyə Kürü bilərəm. ilə çoxalır. Yasmin? Deyim. Mənim qurbağalarda dərdə selektiv icaz edən çoxlu bəzilər var. Onu yuxarıda yazır. Nəm və dəri ilə selektiv ifraz edən vəzi deməkdir, məncə oxşardır. Fərqiyə? İndi qurbağaların arxa ətrafları ön tərəfindən nisbətən daha uzundur. Bəli. Arxa ətraf, amma yəni bunu da ancaq qurbağalara aid edə bilərik. Yəni sinfin Mən də digər qurbağa- nümayəndələrində ola bilər ki, bu xüsusiyyət Mən oxşar deyə bilərəm. arxa ətraf uzundur. Tamam, çox üstündə qalmayaq. Mən oxşar deyə bilərəm. Denə. Ətrafların köməyi ilə hərəkət edirlər. Onlar Bəli, hər ikisi ətrafların köməyi, əksər nümayəndələri ətrafların köməyi ilə hərəkət edirlər. Yaxşı, ümumi olaraq mən də fikrimi söyləyim. Demək, görək əlavə eləyə bilərik, yoxsa eləyə bilmərik. Deməli, hər ikisində 3 ədəd 3 cüt göz qapağı var. Yəni
O bilmirəm, bəlkə də keçməmişik, amma deyirəm yadınızda qalsın. Yəni sürünənlərdə də 3 cüt göz qapağı var, suda qurdu yaşayanlarda da. Hər ikisində 4 ətraf var. Sürünənlərdə düzdür, ətrafı olmayanlar da var, amma əksəriyyətində 4 ətraf var. E, Suda qurdu yaşayanlarda ön ətraf 4 barmaqlıdır, amma sürünənlərdə 5 barmaqlıdır. Bunu fərqli xüsusiyyət olaraq yadımızda saxlaya bilərik. Və kürü ilə çoxalır kimsə dedi qurbağalar üçün, sürünənlər yumurta vasitəsilə çoxalırlar. Bunu da gərək diqqətimizdə saxlayaq. Suda qurdu yaşayanlar suda çoxalırlar, sürünənlər isə quruda çoxalırlar. Bunu da deyə bilərik. Tamam, devam edirik. Ağa, buradasan? Bəli, İşləmirsən nəsə, yoxsa kitab hala yoxundur? sayılır. Əli? Sayılır. Başa düşə bilmədim. Yoxdur müəllim. Hələmiz bir dənə deyək. Yəni anlamadım. Mən deyirəm ki, hələmiz bir dənə deyək bunlardan. Ben ağadan sual soruştum. Ben de onun cevabını ben sana soruştum. Ağa dedi ki, kitabım yox. Xeyr, Mən yoxdur. Ha, kitabın yoktu. Ben sana dedim ağızdan. Adam məktəbli direktordur. Sen bir tane kitap təşkil edə bilmədin özün üçün. Ha, neyse. Tapa bilmir. Ali? Tapa bilmir kitabı. Ha. Yaxşı, mən danışaram ondan. Tamam. Demək, Yəni deyim, hərəvizdən bir dənə soruşaram. Bəli. Yaxşı, deyim birini. fərqi yerdə biri. Pəncə Pəncə. 4-cü sırada. 4-cü sırada pəncə. Tamam, üstündən bir dənə xətt qoydum, pəncəni yazdım bura. Mən bir dənə deyim. Əcəb. qanad, Qanad. Birinci. Hardadır qanad? lap birinci, Lap birinci. Tamam. Mən bir dənə deyə bilərəm. D yazsın. Bildim. Mən 5-cidə dırnaq. 5-ci sırada dırnaq. Onun da üstündə bir dənə Mən deyə xətt var. bilərəm. Mən deyə Bildim. bilərəm. Bildim. Tələsməyin, hamınızdan adınızı çəkərəm, sonra deyərsiniz. Mən deyə bilərəm. Sevda. bir deyim Ən müəllim. axırıncı, Ən Sevda. axırıncı sırada ətraf. Ən axırıncı sırada ətraf. Tamam. Mən deyə Deməli. bilərəm. Deməli, ətraf tələsməyin, qoy qeyd edim. Deməyənlər, kimdən soruşmadım? Zeynəb, səndən soruşdum. Mən soruşmadım. De, Zeynəb. 3-cü sırada ürək. 3-cü sırada ürək. Mən Tamam. deyə bilərəm. mən deyim. Ağa denə. Mən deyə bilərəm. Mən baş. Harda? 10-cu sırada mən aşağıdan 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 5 dənə, 5 dənə yuxarı mən. 5-ci Tamam, ha gördüm. Baş. Mən deyə bilərəm. Mən deyə bilərəm. Kim deməyib? Yasmin sən idin? Deməlisin. Mən demədim. Mən demişəm. Aylin deməyim. Aylin, de. Mən boyun ən axırıncı sırada boyun. Ən axırıncı sırada boyun. Tamam. Mən deyim bir dənə. Mən deyə bilərəm. Deməli. Deyim, Mən deyə Bildim. bilərəm. Fərqiyə. Deməli. Mən Deməli. gövdə. Harda? Axırıncıdan 4. Axırıncıdan 4-cü sırada gövdə. Tamam. Qeyd edim. mən Mən deyə deyim, bilərəm. Deməli. Bəcər? Deməli. mənim caynaq, Deməli. Harda? müəllim baş yazılan 2 dəfəsində. Yaxşı, tapdım. Mən deyim, Çayla. deyə bilərəm. Mən deyə Tələsməyin. bilərəm. Deyə bilərəm, eləməyim. Deyə bilərəm, eləməyim. Mən adını çəkərəm. Mən deyə bilərəm. Deyərsiniz. Deyim. Mən deyim. Sevda. Mən dırnaqdan və bir dənə aşağıda üzgəc. Dırnaqdan bir dənə aşağıda üzgəc. Tamam. Deməli. Bir an Mən deyə deməli. bilərəm. Deyim Mən mən. deyə bilərəm. Deməli. Yasmin. Deyim. Mən üzgəcdən aşağıda ayaq. Üzgəcdən aşağıda sırada ayaq. Tamam. Ayaq. Mən qurtardı deyirsən. Yaxşı. Yaxşı. Yəqin ki, qurtardı.
Çünki 11 dənə vermişdi. Bizə demək olar ki, 11 dənənin hamısını tapdıq. Və davam edirik. Bundan sonra sıralama eləyəcəm. Və mən deyə bilərəm eləməyin. Xahiş edirəm. Səs-küy yaranır və hərcmətli olur. Davam edirik. Üçüncü tapşırığımızda. Üçüncü tapşırığı elə bir nəfər cavablandıracaq. O bir nəfər də olsun Zeynəb. Cədvəl Da tamam. belə deyək də, E, gəlin bunu da bölək, hamısını bir nəfərə verməyim. Sən balıqları denən, digərlərini başqalarına soruşaq. Balıqlar nümayəndələri, e, məsələn, bəbir balığı, Bəbir balığı. nərə balığı, Aha. Nə? yaşadığı mühit, su mühitində yaşayırlar. Aha. Su mühiti. Bədən örtüyü. Bədən örtüyü, pulcuq, Aha. Selikli pulcuq. hərəkət üsulu, üzgəc və quyruq, Aha. Üzgəc. Hə- Yox, o hərəkət orqanı olar da üzgəc. üzgəc, Üzgəc. Hərəkət üsulu üzməklə və yaxud üzərək. Üzməklə. Tamam. Mən deyim. Ben değil mi birisini? Müəllim, Aylin. müəllim, amfibiyanın nümayəndələri mənim göl qurbağası olar. Olar. Mənim yaşadığım mühit, mənim suda və quruda olar. Aha, su və quru. Bədən örtüyü müəllim, nəmdəri ilə örtülmüşdür. Nəm, dəri. Sonra Mənim hərəkət üsulu mənim yəni necə hoppanırlar da müəllim. sıçrayışlı. Zıplanırlar. Sıçrayışlı yerimək də deyə bilərik. Sıç. Necə yazmadı? Deməli. Sıçrayışla. Əgər sudadırsa üzməklə. Və üzməklə. Hərəkət orqanları isə müəllim barmaqlar arasında üzmə pərdəsinin olması. Ətraflar. Olar. Ətraflardır ki, ətraflarda da ki, yəni üzmək üçün üzmə pərdəsi var. Yerimək üçün elə ətraflardan istifadə edirlər. Tamam. Cavab versin fərqiyə. Sürünenlere mesela iguana olar. Aha, iguana. Sonra Yaşadığı mühit suda quruda. suda, quruda, əsasən quruda. Əsasən quru. Yəni, timsahlar sadəcə suda yaşaya bilirlər. Sonra bədən örtüyü. Buynuzlaşmış, qərinləşmiş pulcuqlarla. Aha, buynuzlaşmış pulcuq. Buynuz, pulcuq. Sonra hərəkət üsulu Hərəkət üsulu ətrafla vasitəsilə. yeriməklə. Hərəkət orqanıdır Hərəkət əsasən müəllim. orqanı ətraflar. Ətrafla. Ben diyebilirim. Bəzilərində ətraf yoxdur, təbii ki, onlar elə əzələlərinin yığılıb açılması köməyi ilə Deyim mən. hərəkət Ben edirlər. diyeyim. Yaxşı, deməyənlərdən. Sevda, Ben dememişim. Ben diyeyim. soruşaq. Quşlarda nümayəndəsi məsələn gərçin, Göyərçin, bəli. yaşadığı mühit quru, Aha, bədən örtüyü lələk, aha. hərəkət üsulu qanadları vasitəsilə, Uçmaq. Yəni, qanad hərəkət orqanıdır, hərəkət üsulu deyil. Uçmaq, hərəkət orqanı, qanad. qanad. Yasmin, Diyeyim. de Yasmin.
Məməlilərdə e, insan, it, pişik, fil. İnsan, it, pişik, fil və sair. Sonra